Hadi ona bak, ona bak. Öyle bak, öyle bak, öyle bak, öyle bak. Öyle bak, öyle bak, öyle bak. Aziz dostlar, değerli dostlar, güzel insanlar, benim aziz dostlarım. Onu deyim ki, ben sizinle her defa görüşe gelende çok sevinirəm, çok şad oluram. Çünkü ben sizi çok sevirəm, değerli dostlar. Allah balalarınızı, nəvələrinizi xoşbəxt eləsin, bəxtəvər eləsin. Gözünüzə nur eləsin, değerli dostlarım, aziz dostlarım. Gördüğünüz kimi ben de nəvəmlənəm, Turan nəvəmlə. Gördüğünüz kimi bu taxtı da babasına özü düzəltdirib, deyib ki, baba, mənə bir kral taxtı düzəlt, məni otuzdur öz kral taxtı tacımda. Mən də onu dediyini yerinə yetirmişəm, oturtmuşam kral taxtında. Deyir ki, baba, mən istəyirəm ki, sizi mən idarə edeyim, özünüzü idarə edeyim, eləyə bilmirsiniz. Mən də razılaşdım, dedim baş üstə. Sən onu düz deyirsən, mənim gözəl nəvəm, çiçək nəvəm, bal nəvəm, gül nəvəm. Allah köməyiniz olsun, değerli dostlar. Təbii ki, bu mən də sizinlə bir görüş üçün bir bəhanədir, özümdə bir daxili rahatlıq tapıram. Biz insanlar bilirsiniz də, nə qədər gənc oluruq, öz evlatlarımızla fəxr edirik. Yaşa dolduqca nəvələrimiz olur və nəvələrimizlə fəxr edirik. Qürur hissi keçiririk, şad oluruq, rahat oluruq. O baxımdan da mən də bu belə bir rahatlığı həm özü üçün, həm də sizin üçün bir sevinç bəxş eləmək istəyirəm sizə, dəyərli dostlar. Allah dayağınızda dursun, Allah köməyiniz olsun. Allah balalarınızı, nəvələrinizi xoşbəxt və bəxtəvər eləsin, dəyərli dostlar, gözəl insanlar, gözəl qəlb sahibləri. Mən sizi çox sevirəm, həddən ziyadə. Siz mənə lazımsınız. Şabay şabay elə, şabay şabay elə, şabay şabay elə, şabay şabay elə. Şabay şabay elə, şabay şabay elə. Şabay şabay elə. Elə elə, sən də elə, sən də elə, sən də elə. Vallahi iyi. Gidelim orada. Gidelim. Görünüyor. Öyle, değerli dostlar. Teşekkür ediyorum size. Allah köməyiniz olsun.